Salam, zəhmət olmasa özünüzü təqdim edərsiniz, bir də məntəqəni. 19 sayılı Nərimanov 1-ci seçki dairəsinin 7 sayılı seçki məntəqəsinin sədri Həsənov Məhiyyəddin. Hal-hazırda seçki prosesi tam demokratik şəkildə davam edir. Yəni seçicilərimiz gəlir, öz istədikləri namizədlərə səs verirlər. Baxın gör necə. Buyurun. Niyə vurmadılar mənə barmağı klaska? Məhəmməd Əli müəllim. Dairə üzrə 7 namizədimiz var. Məntəqə üzrə 1307 nəfər seçicimiz var. Hal-hazırda da seçkinin davamiyyəti demək olar ki, qənaət bəxşdir. Bir neçə dəqiqə bundan öncə gördüyümüz kimi bir nəfər gələn vətəndaşın barmağına kraska vurulmamışdı və bununla bağlı bir çətinlik yaşandı. Bu haqda nə deyə bilərsiniz? O mexaniki səhvi idi. Kraska vurulan o hansı ki o kraska vurulan o deməli düzgün püskürməmişdi. Kraska dəymədi. Bu hal-hazırda mən müdaxilə edəndən sonra kraska həmin seçicinin barmağına vuruldu və tam qaydasında proses getdi. Bir dəqiqə. Olacaq. Olur bu mexaniki səhv olsun. Hamısını vururlar. Hamısının yanındakindən mənə vurdular, mən yoldaşıma vuruldu. Ola bilər. Necə ola bilməz? Belədir ki, deyirəm. Yox, sözsüz. Bir dəqiqə. Dayansan. Yoxla, bir dəqiqə yoxla. Yoxlasınlar. Sən mənlə güləş. Yoxladım bəy, yoxladım. Yoxla. Vurmuyor. Vuruldu? Yox, vurum. Vurulmuyor. İndi vururam da. Yox, İndi qoymadım. vurursunuz da, nə olsun? Səhv edirsən. Yoxla. Bu da yoxla. Mən sizə tapşırıram. Hamısı kraskalayıb. Bu nə səbəb? İndi vur. Belə də burada nə oturmusan Məhəmməd Əli müəllim? Belə edirsin, sonra söz söyləyir. Səndən nə tələb